Salam əziz abituriyentlər, mən bugün sizə ali təhsil müəssisələrinə qəbul imtahan modelinə uyğun 20 variant sınaq imtahanı testindən sınaq 2-nin izahını verəcəm. Yəni, burada mövzular xordallar, balıqlar, suda qurda yaşayanlar, sürünənlər, quşlar və məməlilər sinifinə aiddir. Birinci suala baxıram. Xanı balığının həm quyruq, həm də gövdə fəqərələrində vardır. Yəni, həm quyruq, həm gövdə fəqərəsinin hər ikisi üçün uyğun olan əlaməti bizdən soruşur. Fəqərə cismi hər ikisində var. Aşağı çıxıntı quyruq fəqərələrinə aiddir. Gövdə fəqərələrində yoxdur. Yuxarı çıxıntı hər ikisi üçün var. Yuxarı qövs, bu da yenə hər ikisində var. Aşağı qövs quyruq fəqərəsinə aiddir. Yan çıxıntı isə gövdə fəqərələrinə aiddir. Bura qabırğalar birləşir. Ona görə də doğru cavabımız 1, 3 və 4, yəni A bəndi. Müasir sürünənlərin bütün nümayəndələri üçün xarakterikdir. Döş qəfəsi olmayanlar var. 3 kameralı ürək, timsahlarda 4 kameralıdır. Bədənə yanlardan birləşmiş ətraflar olmayan nümayəndələr var. Dişlərə malik çənələr, dişsiz nümayəndələr var. Rüşeyn mərhələsində xordanın olması. Bu isə onurğalı heyvanların səciyyəvi cəhətidir. Doğru cavab Y variantı. Üçüncü suala baxıram. Balıqların tənəffüs, qan dövranı, həzm prosesini idarə edən mərkəzlərin yerləşdiyi baş beyin şöbəsini soruşur. Qan dövranı, tənəffüs, həzm prosesini idarə edən mərkəz uzunsov beyindir. Uzunsov beyin isə burada 4 rəqəmi ilə göstərilmişdir. Dördüncü suala baxıram. Neştərçə nərə balığından fərqli olaraq xordaya malikdir. Hər ikisində var. Qəlsəmə vasitəsilə hər ikisi tənəffüs edir. Tək üzgəclər xüsusi hiss orqanlarına malik deyil. Bəli, neştərçədə xüsusi hiss orqanları yoxdur. Doğru cavab D variantı. Ağciyər tənəffüsünə rast gəlinmir. Balıqlar, düzdür, qəlsəmə tənəffüsü deyirik, amma iki cür tənəffüslü balıqlar var ki, bunlarda ağciyər tənəffüsünə rast gəlinir. Amfibilər olmaz, sürünənlər olmaz, quşlar ağciyərdir və başı xordallar. Başı xordallarda ağciyər tənəffüsünə rast gəlinmir. 6-cı suala baxıram. 6-cı sualda bizdən nə soruşur? Protey, triton, buqələmun, təlxə, uzunburun, hatteriya, şəmayı. Sırada neçə dəstənin nümayəndələri verilib? Protey quyruqlular dəstəsinə aiddir. Quyruqlular. Triton da quyruqlulara aiddir. Buqələmun pulcuqlular. Təlxə pulcuqlular. Uzunburun balıqlara aiddir, nərəkimlərə. Hatteriya dimdikbaşlılar. Şəmayı da çəkikimlər. Deməli, neçə dəstənin nümayəndəsi verilib? Deməli, quyruqlular, pulcuqlular, nərəkimlər, çəkikimlər və dimdikbaşlılar olmaqla 5 dəstənin nümayəndəsi verilib. 7-ci suala baxıram. 7-ci sualda deyir, qaba yemlə qidalanan əksər məməli heyvanlardan. Qaba yem biz dedikdə, belə deyək, bir qədər çovud yemlə, iri yemlə, yəni bu mənalarda işlənilir. Azı dişlərin səthi hamar olur. Xeyr, azı dişlərin səthi hamar ola bilməz. Əksinə, deyək nədir? Qabarıq olar, büküşlü olar, belə deyək. Bir olmaz. Sonra, bağırsaq uzun olur, bəli. Bağırsaq uzun olar, bağırsaq qısa ola bilməz. Azı dişlərinin səthi qırışlı olur. Bəli, azı dişlərinin səthi
qırışlı olar. Elə 2 ilə 4 A bəndi. 8-ə baxıram. 8-də 2 dənə bizə balıq növü verib. Biri qığırdaqlı balıqdır, digəri isə sümüklü balıqdır. Bunları birləşdirən ən kiçik sistematik kateqoriya. Yəni bunlar sinifdir. Deməli tip, sinif, dəstə, tip, sinif. Deməli bunları birləşdirən nədir? Tipdir. Doğru cavab D variantı. Balığın daxili qəlsəmələrində əsas qazlar mübadiləsi harada baş verir? Qazlar mübadiləsi qəlsəmə yarpaqlarında baş verir. Qəlsəmə yarpaqlarında. Qəlsəmə yarpaqlarında qazlar mübadiləsi baş verir. Qəlsəmə qövs, qəlsəmə qapağı, çıxındı, yəni qəlsəmə yarpaqlarında. Bir də qəlsəmə dişlərində yadınızda qalsın, suyun süzülmə prosesidir. 10-cu sual. Kisə şəkilli, zəif inkişaf etmiş ağciyərlər və dəri ilə tənəffüs edən onurğalı heyvanlar üçün xarakterik deyil. Deməli, dolayı yolla inkişaf gedir bunlarda. 3 cüt göz qapağı var. Zigotun tam və bərabər bölünməsi, mayalanmanın su mühitində getməsi, soyuqqanlı olması, zigotun tam və qeyri-bərabər bölünməsi müşahidə edilir bunlarda. Söhbət deyək nədən gedir? Bu da suda qurda yaşayanlardan gedir, aydın məsələdir. Doğru cavab C variantı. 11-ci suala baxıram. 11-də bizə nə deyir? Çiyin qurşağında olan sümüklərin sayı. Çöl göyərçininin çiyin qurşağında 6 sümük var. 2 kürək, 2 körpücük, 2 qarğa. Ev itinin çiyin qurşağında 2 sümük var. 2 dənə kürək. Bunların cəmi 8 olmalıdır. A plus B cəmi bizə 8 verməlidir. Gəlin baxaq görək nə verir. Qurbağanın arxa ətraflarında olan barmaqların sayı 10 dənədir. Hər arxa ətrafda 5 barmaq var. Əksər quşların caynaqlı barmaqlarının sayı. Bəli, bu 8 verəcək. Söhbət. Zolaqlı kərtənkələrin ön ətraflarında olan barmaqların sayı 10. Zürafənin boyun fəqərəsi 7-dir. Qurbağanın onurğasında olan fəqərələrin sayı isə 9-dur. 12-ci suala baxıram. Quşun çinədanı barəsində doğru olmayan mühakiməni istəyir bizdən. Çinədan qida borusunun genişlənmiş hissəsidir. Bəli, doğrudur. Bizdən yanlışı soruşur. Çinədanda qida şirələrin təsirindən yumşalır. Bəli, doğrudur. Qida çinədandan bilavasitə mədənin əzələli şöbəsinə ötürülür. Qida çinədandan mədənin əzələli deyil, vəzili şöbəsi olmalıdır. Vəzili şöbəsi. Ona görə doğru olmayan ifadə C variantıdır. Bədənin boyun hissəsində yerləşir. Doğrudur. Əksər quşlar üçün xarakterikdir. Bu da doğrudur. Ona görə doğru olmayan ifadə C variantı. 13-cü suala baxıram. Qurbağada sidik bədəndən bilavasitə xaric olunur. Bilirik ki, suda qurda yaşayanlarda kloaka var. Kloaka ilə. 14. Göl qurbağasından fərqli olaraq quru qurbağalarında. 14-cü sualda belə ki, yəni göl qurbağasından fərqli. Ağciyərlər daha yaxşı inkişaf etmişdir. Bəli. Quru qurbağalarında deyək nədir? Ağciyər tənəffüsü daha üstün olacaq. Dəri tənəffüsü zəifləyəcək. Çoxalma quruda baş verir. A bəndi. 14 A bəndi. Kərtənkəldə yumurta hüceyrə hansı orqanda mayalanır? Mayalanma gedir yumurta borusunda. Burada isə yumurtalıq borusun 4 nömrəli şəkildə verib. 4 nömrəli çıxıntıda 5 yumurtalıqdır. 4 isə nədir? Yumurta borusudur. Doğru cavab D variantı. 16-cı suala baxıram. Ördəkburun. Ördəkburun su quşlarına quş deyilməməlidir.
Yarımsu həyat keçirən məməlidir, bəli. Yumurta qoymaqla çoxalan quşdur, səhvdir, yaxşı inkişaf etmiş. Bəli, doğru cavab B variantı. Qazkimlər dəstəsinin nümayəndəsidir qu quşu. Qaramalın əcdadı vəhşi tur. Yəni bu 17-18-ci sualda, ümumiyyətlə 16-cı sualda izah olunması bir məsələ yoxdur. Konkret qaramalın əcdadı vəhşi turdur. Qazkimlərə nümayəndəsi qu quşudur. 19-cu suala baxırıq. Şirin su balıqları, duzlu su balıqları. İfrazat sistemi bir cüt böyrək, bir cüt sidik axarı və bir sidik hissəsindən ibarətdir hər ikisi. Yəni bir cüt böyrəkdir, bir cüt sidik axardı və bir cüt sidik hissəsidir. Bunu hər ikisinə aid edirəm 1. Heç vaxt su içmirlər. Heç vaxt su içmirlər şirin su balıqları. Az miqdarda sidik ifraz edirlər duzlu su balıqları. Çoxlu miqdarda deyək nədir? Sidik ifraz edirlər şirin su balıqları. Daima su içirlər. Nəticədə çoxlu duz qəbul edirlər. Duzlu su balıqları. Daim su içir, nəticədə çoxlu duz qəbul edir. Yəni heç vaxt su içmir şirin su balıqlarıdır. Daxili maye mühitlərinin sabit qalmasında ifrazat mühüm rol oynayır. Təbii ki, bu da hər ikisi üçün səciyyəvi sualdır. Gözəl sualda 19 doğru cavab. Deməli 2, 4, 1-ə yazıram. 2-yə yazıram 3, 5. 3-ə də yazıram 1, 6. Doğru cavab A variantı. 20-ci suala baxaq. Təkamül prosesində ilk dəfə rüşeym halında olan beyin qabığı əmələ gəlmiş sinfin, yəni ilk dəfə rüşeym halında beyin qabığının əmələ gəlməsi sürünənlər sinfinin səciyyəvi xüsusiyyətidir. Ona görə bunlar üçün xarakterik olan cəhət nədir? Daxili mayalanmadır. 21-ci şəkilə fikir verirsiniz. Sol mədəcikdən sağ aorta qövsü çıxan, quşlar sinfidir. Quşlar sinfi üçün xarakterik deyil, pəncərləsi xarakterikdir. Düzünə inkişaf, 3 cüt göz qapağı, sol yumurtalıq, 4 kameralı mədə, yəni ali məməlilər üçün xarakterikdir. 22-ci sual. Posttemporal inkişafında qazlar mübadiləsi edən orqanların daha çox müxtəlifliyinə malikdir. Qurbağada deyərdim, dəri, ağciyər tənəffüsü, ona görə müxtəliflik göl qurbağasından gedər. 22. Heyvanların çiyin qurşağına əmələ gətirən sümüklərinin sayı ilə arteriya damarlarından axan qan növlərinin sayının cəminin artma ardıcıllığını düzün. Birinci baxıram. Göl qurbağasıdır. Çiyin qurşağı bunun 7 sümükdən təşkil olunub. 2 kürək, 2 qarğa, 2 körpücük və tək döş sümüyü olmaqla 7 sümük. Və arteriya damarında axan qan növləri arterial, venoz və qarışıq. Arterial, venoz və qarışıq olmaqla 3. Demək, 7, bu da 3. Bu oldu birincidə 10. İkinci, deməli, quşların çiyin qurşağı 6 sümükdür, 2 kürək, 2 körpücük, 2 qarğa. Deməli, 6 sümük və arteriya damarından da arterial və venoz qan olmaqla 8. Məməllərin çiyin qurşağı 2 sümükdən ibarətdir, 2 kürək. Və deyək ki, ürəyindən arteriya damarlarında arterial və venoz qan olmaqla 2 növ qan gedəcək. Bu da olacaq 4. Deməli, 4, 10 və 8. Deməli, mən ardıcılığı necə düzəcəm? 3, 2, 1. Bu şəkildə seçəcəksiniz. 24.
müasir məməlilərin yalnız bir növü üçün xarakterikdir. Müasir məməlilərin yalnız bir növü dedikdə, elə insan üçün xarakterik olan cəhətlərdir. Diafraqma bütün məməlilərə aiddir. Dölün ana bətrində inkişaf etməsi, onurğanın esvarı əyriliyi, kəllənin beyin şöbəsinin üç şöbəsindən böyük olması və mücərrəd təfəkkürə malik olma. Yəni, şərti reflekslər digər məməlilərə də aid edə bilərik. Dölün ana bətrində inkişafın da, eyni zamanda diafraqmanda. Doğru cavab 3, 4 və 6. 25-ci suala baxırıq. 25-ci sualda bizə nə deyir? 25-ci sualda bizə deyir ki, xanı balığının qan növlərinin sayı. Arteriya damarından axan qan, arterial venoz, vena damarından axan qan, venoz, ürək boşluğuna gələn qan, venoz. 2, 1, 1, cəmi 4. 26-cı suala fikir veririk. 26-cı sualda bizə yenə eviti verib. Havada oksigen qazının həcm payı. 2000 milli hava var. 2000-in mən 21%-ni tapıram. 2000-in 21%-ni tapdım, böldüm 100-ə. Deməli, 420 millilitr. Və bizə deyir, havadan istifadə etdiyi oksigen qazının minimum həcmi, məməlilər ümumiyyətlə məməllərin istifadə etdiyi oksigenin həcmi 20-25%-dir. 20-25%-dir. Minimum dediyi üçün 20 ilə gedirəm. Minimum və 420-nin 20%-ni tapacam. Bu deyəcək nə qədər? 84 millilitr. 84. 27-ci suala baxıram. 27-ci sualda bizə nə deyir? 27-ci sualda deyir ki, inkişafı düzünədir. İnkişafı düzünədir. Baxaq görək. Məsələn, başlayaq nədən? 1-dən. Sidik kisəsi var, inkişafı düzünədir. Sidik axarları kloakaya açılır. Deməli, inkişafı düzünədir. Sidik kisəsi də var. Deməli, mən 1-ə deyərəm kərtənkələ. Kərtənkələ. Keçdim 2-yə baxıram. Sidik kisəsi var. Ürəyi 4 kameralıdır. İnkişafı da nədir? Düzünədir. Burada isə nədir? Seçəcəm antilop və sümbülqıran. Sümbülqıran. 3-cüyə baxıram. Ürəyi 4 kameralıdır. İnkişaf düzünədir və sidik axarları kloakaya açılır. Bu isə nədir? Quşlar olacaq. Bu da nə? Qutan. Deməli, 1-ə yazacam D. 2-yə yazacam C və E. 3-ə isə yazacam B. Nəhayət situasiya sualına baxırıq. Müəllim ekranda lövhədə şəkli nümayiş elətdirir. Dayaq hərəkət aparatının kütləsi 150 qramdır. Uçuş zamanı qanadları endirən əzələlərin kütləsi isə bədəndə olan digər əzələlərin kütləsinə bərabərdir. Aydın məsələ böyük döş əzələsindən gedir. Bizə deyir ki, bunun sərbəst ətrafların sərbəst hissəsinə aid olan sümüklərin hər birini. Deməli, burada biz deyəcəyik, gəlin baxaq. Sərbəst hissə bazu, demək, said, bu da mil dirsəkdən ibarətdir. 5-ə yazacam mil, 6-ya yazacam dirsək. Sonra aşağı ətrafların, arxa ətrafların 9-a yazacam bud, 8-ə də yazacam baldır. Təbii ki, burada nömrələyib qarşısında qeyd edəcəksiniz. Bu orqanizmdə qanadları
endirən əzəllərin altında yerləşən əzəllər necə adlanır? Uçuş zamanı həmin əzəllərin funksiyası nədən ibarətdir? Bu orqanizmlərdə qanadları endirən əzəllərin altında yerləşən əzələlər körpücük altı əzələlərdir. Körpücük altı. Nəhayət sonuncu suala baxırıq. Şəkildə göstərilən orqanlar sisteminin kütləsini hesablayın. Əgər qanadları endirən əgər kütlə şəkildə göstərilən orqanlar sistemini, yəni dayaq hərəkət sisteminin deyək kütləsini hesablayın. Qanadları endirən əzəllərin, əgər kütlə qanadları endirən əzəllərin kütləsindən 2 dəfə az olarsa. Deyək nədir? Qanadları endirən əzəllərin kütləsindən. Deməli, skelet əzəllərinin kütləsinə deyəcəm x. Onda döş əzələsinə deyəcəm 2x. Döş əzələsinə deyəcəm 2x. 2x və bütün əzələlər əgər kütlə qanadları endirən əzələlərin kütləsindən 2 dəfə az olarsa şərtdir. Bütün əzələlərdə 4x. Deməli, buradan deyəcəm 5x bərabərdir 150. X də bərabərdir 30 qram. Deməli, 30 qram skeletin çəkisidir, 120 qram da əzələlərin çəkisi olacaq. Cavab bizdən skeleti soruşurdu, 30 qram. Əziz dostlar, diqqətinizə görə təşəkkür edirəm.